Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün badımcandan elə bir qəlyanaltı hazırladım ki, bu reseptdən sonra badımcanı xoşlamıram deyən olmayacaq. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə biraz su tökürəm. Üzərinə duz əlavə edib qarışdırıram. Badımcanları yaxşıca yuyuram, saplaq hissəsini kəsib doğrayıram. Doğradığım badımcanları duzlu suyun içərisinə əlavə edirəm. Üzərinə boşqab qoyuram və beləcə yarım saat gözlədirəm. Yarım saat keçəndən sonra boşqabı götürüb badımcanın suyunu süzürəm və yaxşıca yuyuram. Tavanın içərisinə yağ tökürəm. Badımcanları tavanın içərisinə əlavə edib qızardıram. Bir üzü qızardıqdan sonra çevirib digər üzünü də qızardıram. Bu üsulla badımcanların hamısı qızardılır. Son qızartdığım badımcanları tavadan götürmürəm. Üzərinə üyüdülmüş qoz ləpəzi tökürəm. Daha sonra isə bir diş sarımsağı rəndədən keçirirəm. Qozun üzərindən isə digər badımcanları yığıram. Bu badımcanların da üzərinə bir diş sarımsağı rəndədən keçirirəm. Daha sonra isə üyüdülmüş qoz ləpəzi tökürəm. Sonda badımcanların üzərinə nar şərab töküb süfrəyə təqdim edirəm. İnanın xanımlar, o qədər dadlı, ləzzətli alınır ki, yeyən hər kəs sizdən reseptini soruşacaq. Əziz xanımlar, əgər siz də bu resepti, kanalı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.